5-ci hissə. Azad iradəli yuxulu. İnsanı digər yer üzü canlılarından fərqləndirən ən böyük xüsusiyyət onun azad iradəyə sahib olmasıdır. Azad iradə bir baxımdan yaxşıdır ki, qərarları özümüz verir və özümüz nəticə əldə edirik. Lakin digər yandan isə bu çox böyük məsuliyyətdir. Biz verdiyimiz qərarları Allahı da işin içinə qatmadan etsək, ziyana uğramış olaraq ki, bu da bizi dünyada, ola bilsin ki, qısa müddətli xoşbəxt edər, lakin axirət həyatımızda çətinliklərə səbəb olmuş olar. Azad iradə dedikdə elə düşünmək lazım deyil. Uca Allah insanı yaradıb, sonra başlı başına buraxıb ki, istədiyini elə. Xeyr, bu qətiyyən belə deyil. Uca Allahın həyatımızın hər nöqtəsinə birbaşa olmasa da, dolayı yollarla təsirləri var. Necə ki, Nisa surəsi 79-cu ayədə Uca Allah, bütün yaxşılıqlar Allahdan, bütün pisliklər isə özündəndir, deyə buyurur. Bu və bunun kimi digər ayə və hadisələr onun göstəricisidir ki, Allah yaxşılıqları etməkdə bizə yardım edir. Biz əgər bir yaxşı işi görmək haqqında düşünürüksə, Allah artıq o işi etməyimiz üçün bizə yollar açmağa başlayır. Həmçinin pis bir iş görməyə qərar verdikdə də nisbətən bizi yolumuzdan çəkindirməyə çalışır. Amma birbaşa bizim qolumuzdan tutub bu işdən çəkindirmir. Belə olsa həyatın mənası da olmazdı. Belə olduğu halda da pislik etməkdə israr etdiyimizdə artıq bu bizim azad iradəmiz nəticəsində baş verir. Azad iradəli olmaq dünya üçün böyük üstünlük deyil. Bəli, axirətdə bizi digər dünya canlılarından fərqləndirərək dolayı yolla cənnətə getməyimizə səbəb olacaq. Lakin dünyada bu azad şəkildə hərəkət etdiyini düşünmək, yəni hər günaha rahatlıqla gedə bilmək və bundan çəkinməyə çalışmaq hər saniyə bizi düşündürməlidir. Məsələn, heyvanlar, bitkilər heç bir iradəyə sahib deyillər. Hər hərəkətləri ilə Allahı daim zikr edirlər. Belə çıxır ki, bizim sınağa çəkildiyimiz nöqtə elə azadlığımızdır. Bu söz sizi aldatmasın. Azadlıq dedikdə iki növ nəzərdə tutulur. Biri, insanlar qarşısında azad, hür yaşamaq hüququdur. Bunu Allah da bizə əmr edir. Əyilməmək, diş durmaq bizim borcumuzdur. Lakin Allah qarşısında olan mücərrədin feilə çevirdiyi halda azadlıq haqqında düşünmək insanı azğınlığa gətirib çıxarır. Deməli, azadlığın ikinci, yəni fikrin əmələ gəlməsi halı artıq nəzarət altına alınmalı və məhdudlaşdırılmalıdır. Daha ətraflı izah etsək, insanların önündə əyilməyərək fiziki olaraq diş durmaq lazım olduğu qədər, yaxşı və pis anlayışları haqqında düşünərkən də bir o qədər tabe olmaq vacibdir. Bu tabeçilik insanlara qarşı deyil, Allahın əmrlərinə qarşı olmalıdır. Bu halda azad iradənin çəkildiyi sınaq uğurlu ola bilər. Lakin uğursuzluq o zaman olar ki, pis fikri pis əmələ çevirərkən, yenə azadlığı düşünərək, dik durub, buna davam edərək qorxu və sevgini unudarıqsa, əvvəlki Allaha sevgi və ondan qorxu mövzusundan da bizə bəlli olduğu kimi, insan pislik edərkən azad iradəli şəkildə edərsə, Allahın qarşısına çıxardığı əngəlləri aşaraq icraçı olarsa və onun insana sevgisinin azalmasından qorxmazsa, bu halda onun qəzəbli sifəti axirət həyatında qarşısına çıxacaq. Çünki yaxşılıq etməyə vadar edən odur. Yoldan azan isə insan. Bu halda yenə də əvvəlki mövzumuzdan bizə bəlli olan layiqlik anlayışı burada ortaya çıxır. Deməli, yaxşılıqlar belə insandan deyil, Allahdan olduğu halda hansı savab əməli əlimizdə rəhbər tutaraq cənnət iddiasında ola bilərik. Əgər azad iradəli olmasaydıq belə, biz bu iddiada ola bilməzdik. Həmçinin azad olduğumuz halda Allahın həyatımıza toxunuşları olmasaydı, dünya xaosdan ibarət olardı. Bəli, bugün, dünən və bəlkə də sabah müharibələr olacaq. Lakin Allah müharibə etməyə əmr edir. Xeyr, hər kəs ona inansa və şeytana ruhunu satanlar olmasa, müharibəyə qətiyyən əmr edilmir. Düşünə bilərsiniz ki, uşaq, qoca, qadın ölümləri necə göz yumur Uca Allah. Səthi düşünən biri üçün bu iddialar çox doğru səslənə bilər və ona qəddar, həyata təsiri olmayan biri təsviri yarada bilər. Lakin bu işin batininə baxdıqda görürük ki, o bu həyatı bir yuxu kimi yaradıb. Bu həyatın yuxu olduğu nəticəsini isə biz Qurandan gəlirik. Dedi,
dünyada neçə gün qaldınız? Dedilər, bir gün və ya onun yarısı qədər. Sayanlardan soruşun. Dedi, sadəcə az bir müddət qaldınız. Kaş ki başa düşəydiniz. Quran-ı Kərim, Müminun 112-114. Bu isə bizim yuxuda olduğumuz böyük sübutudur. Yuxuda ölən birinin haqqında yuxusundakıların Allah niyə bu işin qarşısını almadı dediyini oyandıqdan sonra eşitsəniz, bu sizə nə qədər gülməli, absurd gələr. Əlbəttə çox, elə deyilmi? Bu həyat da eynən bir yuxu kimidir və bizim real varlığımız olan bu dünyada adına ruh dediyimiz o varlığımız sadəcə bir neçə dəqiqəlik və ya saatlıq yuxuya gedir. Bu yuxuda isə ona azad iradə verilib və onun etdikləri qeyd edilib. Əgər bu da sizi qane etmirsə, daha bir məsələni nəzərinizə çatdırım. Gecə 8 saatlıq yuxu rejimi olan ortalama bir insan yuxunu əsasən yatdığı 8 saatın REM, Rapid Eye Movement siklində görür. Bu sikl isə ümumi yuxu müddətinin 20-25%-ni əhatə edir. Təxminən ilk REM müddəti 10 dəqiqə olduğu halda gecənin sonlarına doğru bu müddət 30-60 dəqiqəyə qədər uzana bilir. Beləliklə, ortalama bir insan gecənin 1.5-2 saat müddətini REM yuxuda, yəni canlı yuxu görmə fazasında keçirir. Lakin bu qısa müddət ərzində biz bəlkə də yuxumuzda bir günü, bir ili, bir ayı yaşamış oluruq. Təqribən bir gecədə fərqli 3 yuxu gördüyümüzü düşünsək, bu müddət 30 dəqiqə və ya biraz artıq enir. Bu isə bizim bu həyatı öz əsl varlığımızla çox qısa yaşadığımızın elə başlıca sübutlarından biridir. Hətta uca Allah bizə o qədər əziyyət vermir ki, bizi bir yuxuda sınağa çəkir və bu sınağın nəticələrində bizə əbədi cənnət vəd edir. Bu mövzular düşündükdə yenidən biz nə qədər az cənnətə layiq olduğumuzu, qazandığımız halda isə nə qədər böyük mükafat aldığımızı dərk etmirik. Bunu dərk etməmək və ya etmək istəməməyimizin başlıca səbəblərindən biri də bizim azad iradəli yaradılmış olduğumuz, bu yaradılış isə sınaqda olmağımız səbəbindəndir. Beləliklə, insanın həyatındakı rolu çox da böyük deyil. Dünya müddəti ilə belə zaman oxu üzərində çox qısa həyat sürürük. Əgər bu nöqteyi nəzərdən baxıb bu dünyada baş verənlərin bir yuxu olduğunu qəbul edərək, kiçik, amma bir o qədər də kobud bir hesablama aparsaq, görərik ki, ortalama 70 illik insan ömrü əslində bəlkə də yalnız 30 dəqiqədən ibarətdir. Bunu da nəzərə aldıqda, təqribi 1400 il əvvəl baş vermiş və bizi çox üzən hadisə Rəsulullahın aid olduğu yerə, axirətə köçündən sadəcə 20 ədəd 30 dəqiqə keçib. Bu isə onun cəmi 10 saatdır aramızdan ayrıldığını göstərir. Təbii ki, bu kobud bir hesablamadır və axirət həyatı dünya zamanı ilə işləyən bir yer deyil. Bunu hesablamaqla biz ömrümüzün nə qədər qısa və insanın nə qədər cılız olduğunu dərk edirik. Bu qısa zaman ərzində mülk və torpaq uğrunda insanlara zülm edən minlərlə insan var. Lakin zülm olunanlar əmin ola bilərlər ki, indi çox firavan həyat sürürlər. Onlar aid olduqları yerdə öz sahib olduqları real varlığına qovuşmuşdurlar. Bəli, ölümlər bizi üzür və bu bizim insanlığımızın göstəricisidir. Amma bu üzüntü bizi Allahdan uzaqlaşdırmamalı, daha da ona bağlamalıdır ki, sevdiklərimizə qovuşmaq üçün ona yaxınlaşmağa məcbur olduğumuzu dərk edək. Dərk edək ki, əslində elə sevdiyimiz də o imiş. Çünki dünyadakı analara sevgini verən Allah özü nə qədər sevgiyə layiqdir. Daha bir məsələ də bu mövzuda ortaya çıxır. Allah insandan yaxşı insan modeli düzəltmək üçünmü din göndərdi? Yaxşı insan və ya pis insan olmağımız ona nə kimi fayda verir? Ümumiyyətlə, mövzunun əvvəlində də danışdığımız kimi, Allahın bizim etdiklərimiz və etmədiklərimizin heç birinə ehtiyacı yoxdur. Dünya və onun xaricində 3 ölçüdə və ondan daha aşağı və daha yuxarı ölçüdə ehtiyac sahibi olmayan bir şey yoxdur. Yeganə ehtiyacçısı olan Allahdır və o sadəcə insanı yaradıb, sonra onu mükafatlandırmaq istəyir. Amma onun ədaləti o qədər mükəmməldir ki, sınaqsız insana cənnəti vermir. Belə olsaydı, insan özü-özündə cənnəti qazanmaq üçün nə etdim sualını verərdi. Hər yaxşılıq
ondan olduğu halda, insanı yaratdığı halda biraz da olsa bizi rahatlaşdırmaqdan ötürü bizə bu sınağı hədiyyə edir ki, öz məhdud ağlımızla biz cənnəti qazandığımızı düşünək. Bəli, çəkdiyimiz əziyyətlər də az deyil dünya həyatında. Amma bunu biz əvvəldə danışdıq axı. Bu bir yuxudur və yuxuda çəkilən əziyyətlərə ağlamaq çox absurd yanaşmadır. Uca Allah özü ehtiyacsız olduğu halda insanı yaratdı və ona ehtiyacları verdi. Bunun daha batini yanlarını düşünüb dərk etmək isə bu cismimizlə mümkün deyil. Bəlkə də o cavablar bizə özümüzə qovuşduqda, yəni varlıq aləmindən uzaqlaşdıqda bəlli olacaq. Ehtiyacı verməyinin səbəbi də layiqlik düşüncəsini bizə aşılamaqdır. O nə mərhəmətlidir ki, hədiyyəni belə insana layiq olduğunu düşündürərək verir. Bəs Allah bizdən nə istəyir? İlk olaraq biz bunu anlamalıyıq ki, o istədiyi şeyə ol əmri versə, o şey olar. Ona yaraşmaz aciz insandan nəsə istəmək. O sadəcə bizə doğru yolu göstərir. Dinlərin göndərilmə məqsədi də insanı hansısa yaxşı qəlibinə yerləşdirmək deyil. Əksinə, insanları alışılmış stereotiplərdən uzaqlaşdıraraq aid olduğu yaşamın necə olduğunu ona çatdırmaqdır. Necə olduğunu dərk etmək üçün isə ona necə yaxınlaşmalı olduğunu da dərk etməlidir. Bu halda dinlər ortaya çıxır. Əgər yaxşı insan olmaq məqsəd olsaydı, o zaman bunun üçün Allah tərəfindən bir dinə ehtiyac qalmazdı. İslam gəlməzdən öncəki Qureyş tayfası bütlərə inandığı halda da çox mədəni toplum idilər və onların mədəniyyəti ən yüksək səviyyədə idi. Bu səbəbdən idi ki, onlara dinin məqsədini izah etmək çətin olurdu. Bədəvi ərəbinə izah etmək ondan qat-qat asan idi. Çünki o insan İslamın mədəniyyətini mənimsəyib ona yönəlirdi. Lakin Qureyşin öndərləri çox mədəni insanlar idi. Onlara zahirən dini çatdırmaq demək olar ki, mümkün deyildi. Dinsiz olan bir çox ölkə elə günümüzdə də yüksək mədəniyyət sahibidir. Ya da hansısa tanıdığımız ateist biri. Mədəniyyətləri və elmləri yüksək səviyyədədir. Zina etmir, söyüş söymür, qeybət etmir, haram yemir. Bəs nədir dinin mahiyyəti? İslamın bizə aşılamaq istədiyi şey nədir? İslamın bizə çatdırmaq istədiyi şey əslinə qalsa elə də çətin deyil. Mən vacib əməllər haqqında danışmıram. Bəli, o vacib əməllər haqqında danışmağa belə dəyməz. Çünki adı üstündədir vacib. Səbəbini bilsək də, bilməsək də bu vacibləri etmək borcumuzdur. Allah hikmət sahibidir və doğrusunu o bildiyi üçün bizə bunları vacib buyurub. Mən vacibdən əlavə olaraq İslamın bizə çatdırmaq istədiklərini anlatmağa çalışıram. İslam, yəni uca Allahın haqq dini bizə cənnətin yolunu göstərir. O bizə yaxşı insan olmağı deyil, pislik anlayışını tamamilə unutdurmağa çalışır. Yaxşılıq ətrafda pislik olduğu halda fərqli bir əməl sayılır. Əgər pislik haqqını tamamilə unutsaq, o zaman etdiyimiz elə öz istədiyimiz şey olacaq və öz istədiyimizlə yaxşı anlayacaq. Belə ki, pisliklər ümumiyyətlə həyatımızdan çıxsa, etdiyimiz şeyin adını nə istəyirsinizsə qoya bilərsiniz. Bu şey onsuz da yaxşı əməl olacaq. Həmçinin Allah bu din üçün bir kitab da ona görə göndərib ki, yaşamaq, araşdırmaq maraqlı olsun. Bu həyat bir oyundur. Oyunu maraqlı edən isə onun içində olan çətinliklər, quizlərdir. Həyat isə sirlərlə doludur. Bizdən istənən təslimiyyətdir. Layiq olana, yəni Allaha təslim olduğumuz halda bu həyatın məqsədinə doğru özümüz yönəlməyə başlayacaq. Lakin bu cisimdə olduğumuz halda bu mümkün deyil. İnanın mənə, əminəm ki, ən böyük alimlər belə axirət həyatına köç etdikdə, aha, indi anladım, deyə reaksiya verəcəklər. Çünki burada dəlil axtarmaq yalnız bizi boşluğa və Allah uzaq eləsin, dinsizliyə kimi gətirə bilər. İslam bizdən onu atalarımızın dini olaraq inanmağımızı deyil, mənimsənilmiş din olaraq inanmağımızı istəyir. Ümumiyyətlə, dinin istəkləri əslində bizim öz istəklərimizdir. Bizim həqiqi istəyimiz Allaha qovuşmaq, əbədi yaşamdır. Bunun dünyadakı təzahürü isə ölümsüzlük arzusudur. İnsan daim əbədiyyət axtarışındadır. Bunu tapmayanlar isə özündən sonra miras buraxmaq arzusunda olub və olacaq. Əbədiyyət isə Allaha məxsusdur və onun cüzi təzahürünü cənnətdə bizə vəd edib. Beləliklə,
İnsan əslində öz istəkləri uğruna İslam'a yönəlməli və Allaha iman gətirməlidir. İslam bizdən heç nə istəmir və din bizdən əslində heç nə tələb etmir. Tələblər bizə məxsusdur. Biz istəyib, biz tələb edirik. Bunların təzahürü olaraq da Uca Allah bizə dinləri hədiyyə edir. Bəli, dinlər və onun vacibləri biz dilədiyimiz üçün var və bizim ehtiyacımız buna olduğu üçün Uca Allah öz rəhmət qapılarını açaraq bizə onu hədiyyə etmişdir.